Devlet Turizm Agentliği tərəfindən qoruqlarda mütəmadi olaraq yeni turizm məhsullarının yaradılması və turizm destinasiyalarına əlavə edilməsi prosesi davam edir. Siz hazırda olduğunuz Palçıq vulkanları həmin yeni turizm destinasiyalarından biridir. Bildiğiniz kimi ötən il açılışı olmuştur bu kompleksin. Kompleksdə də mütəmadi olaraq turistlərin məşğuliyyətini belə deyək və burada daha çox zaman keçirməsini hədəfləyən müxtəlif fəaliyyət növlərinin hazırlanması prosesi mütəmadi olaraq davam edir. Eyni zamanda Dövlət Turizm Agentliyi tərəfindən digər qoruqlarımızda da yeni turizm məhsullarının hazırlanması prosesi bildirdiyimiz kimi devam edir. Misal olaraq biz bu il aparılan bərpa və məhsullardan söhbət açarkən Kiş qoruğunda yaradılan tarixi məscidin bərpasını qeyd edə bilərik. Bərpa prosesi hazırda davam edir. Eyni zamanda Şəkidə Yuxarıbaş qoruğu ərazisində bir neçə abidədə bərpa işləri aparılır. Basqalda bu işlər bir neçə binada paralel olaraq davam etdirilir və siz yəqin ki çox qısa müddət sonra həmin məhsulları belə deyək, ziyarət edə bilərsiniz. Bu məhsullar həm yerli, həm xarici turistlər tərəfindən ziyarət edilə bilər. Buna uyğun olaraq Lahıcıda, Xınalıqda da analoji işlər görülməkdədir. Bildiyiniz kimi Xınalıq bu ilin oktyabr ayında, yəni bir neçə gün öncə Dünya Turizm Təşkilatının ən yaxşı, ən gözəl turizm kəndlərindən, yəni biz ona Best Tourism Village deyirik. Best Tourism Village belə deyək, nominasiyası üzrə qalib olmuşdur. Bu Azərbaycanda bir ilkdir. Təkcə bu nominasiyaya Xınalıq kəndi nail olmuşdur və bu Xınalığa gələn turistlərin daha çox maraqlı cəlb etməsinə şərait yaradacaqdır və mütəmadi olaraq yeni kəndlərin bu siyahıya daxil edilməsi prosesi tərəfimizdən araşdırılaraq aparılmaqdadır. Eyni zamanda mən Palçıq vulkanlarında aparılan belə deyək, yeni işlərdən söhbət açmışkən hazırlanan suvenir məhsullarından danışmaq istəyirəm. Dövlət Turizm Agentliyi tərəfindən Palçıq vulkanları turizm kompleksində demək olar ki, satılan bütün suvenirlər yerli sənətkarların hazırladığı suvenirlərdir və bu proses digər qoruqlarda da davam elətdirilir və bizim məqsədimiz, əsas məqsədimiz odur ki, qoruqlarda satılan suvenirlər yerli sənətkarlarımız tərəfindən hazırlansın və biz onların satışına dəstək olaq, bunu təşviq edək. Nəticədə sənətkarlıq məhsulları və sənətkarlar həmin satışlardan vəsait əldə edə bilsinlər və bu da gələcəkdə sənətkarlığın daha da çox inkişaf etməsinə gətirib çıxardacaqdır. Bunlar Püskürəndə çox böyük fəsadlar getirirlər. Palçıq vulkanları və buz vulkanları. Buz vulkanları neydi bizim planetdə, başqa planetlərdə mövcuddur. Bizim bu palçıq vulkanlarına çox tez yalancı vulkan deyirlər. Niyə görə? Elə hesab olunur ki, palçıq vulkanı gücü, yəni Püskürəndə elə də çox deyil. Amma gəlin nəzər salaq. Palçıq vulkanı püskürməzdən qabaq mənə bir qıltı sesi gəlir. Sonra yer silkələmələr 6 bal dərəcəsinə qədər və sonra püskürmə özü başlayır. Püskürmə başlayanda bu 2 metrdən tam 1000 metrə qədər qalxa bilər. Və bu alqı dərəcəsi 1200-1400 dərəcəyə çatır. Gördüyünüz birinci dairədə olan daşlar, bunlar yalnız və yalnız Palçıq vulkanının püskürməsindən sonra əmələ gələn daşlardır. Və onlar özünə əmələ gəlir. Niyə görə? Çünki bizim torpağımız gillidir, neft var, qaz var və onlar fərqlidirlər. Mən deyə bilərəm ki, hər bir vulkan mənim əzlərim bir Vatikan ölkəsinə bənzəyir. Niyə görə? Hərəsinin özünə məxsus bir strukturu var. Bu struktura nə daxildir? 100'e yaxın mineral ve 100'e yaxın mikroelement ve 30'a yaxın mineral. Yani ki bunlar çok zengindir. İkinci dairede gördüğünüz taşlar ise bunlar Azerbaycan'ın
ərazisinin